Hər vaxtınız xeyir olsun bizim dəyərli YouTube izləyicilərimiz, Qarabağ sevərlər, bütövlükdə futbol azarkeşləri. Azarkeşlərimiz, Qarabağ sevərlərimiz bu oyunu oynayırlar. Futbol mobil oyununda bizlər üçün təqdim olunmuş pulsuz açma haqqı Legends Assemble paketindən. Hamı üçün bu maraqlıdır. Bu paketdən bir dəfə açma haqqı verilir. Seçməli, yəni seçməli dedikdə istənilən bu oyunculardan hər hansı biri gələ bilər. O birisi hesabımda Oliver Kahn çıxmışdı. İnşallah bu dəfə Oliver Kahn çıxmaz. Könül istərdi ki, ən azından Fabio Cannavaro kimi oyuncu çıxsın, ən azından Diogo Forlan kimi. Ən əsası da Wayne Rooney çıxsa daha çox sevinmiş olaram. Çünki futbol mobil oyununa Konami tərəfindən belə deyək, daxil edilmiş yeni kartdır. İnşallah Wayne Rooney kartı çıxar və yaxud da ki bombacı şut deyilən xüsusiyyətilə seçilən Gareth Bale kartı çıxar. Martin Casares də yeni kartdır bu paketdə. Baxaq görək hansı kart çıxar. Ya Allah. Bircə qapıcı Oliver Kahn çıxmasın. Böyük paketdən böyük açılım. Həmin o işıqlar. İçəridə yanan yaşıl işıq. Kim gəlir? Kim? Rooney kartı çıxdı. Konami'nin ilk və tarixi kartı Wayne Rooney. İnşallah Pele kartı da bizlər üçün nəsib olar. Amma Wayne Rooney kartı da çox əla bir kartlardan biridir. Gizli forvet kartı ve budur. Sevindirici bir haldır. Düzdür. O birisi hesabımda belə deyək Oliver Kahn futbol kartı çıxmışdı, amma həqiqətən sevindirici oldu.